Salam uşaqlar. Bugün DİM 20 sınaq toplusundan 4-cü sınağı izah edirəm. Deməli, ilk öncə olan suallarımız bilirsiniz ki, listening suallarıdır. Listening suallarına izah verək, sonra mətnin özünü dinləyək. Deməli, birinci sualımız, what topic did Della overhear the merchants discussing? Merchants tacirlər deməkdir. Və deyir ki, Della tacirlərin müzakirə etdiyi hansı mövzunu eşitdi? Cooking recipes, yemək reseptləri, determiners, deməli təyin edicilər, technology, texnologiya, language skills, dil bacarıqları və historical events, yəni tarixi hadisələr. İkinci sualda complete the sentence deyir, yəni cümləni tamamlayın. What did Della realize about numeratives and determiners? Della deyir, deməli say və tənizcilər haqqında nəyi başa düşdü, nəyi anladı? They were significant as language elements. Onlar dilin deməli vacib əhəmiyyətli elementləridir. They were unrelated to language. Unrelated yəni dilə deməli uyğun, yəni dillə əlaqəsi yoxdur deməkdir. Unrelated. Sonra they held the key to language comprehension. Onlar deməli dil anlayışının açarını belə deyək özündə saxlayır. Sonra they were only used in mathematics. Onlar yalnız deməli riyaziyyatda istifadə olunurlar. Sonra üçüncü sual, what is the passage mainly about? Yəni mətn nə haqqındadır deyir. The importance of determiners in a language. Importance əhəmiyyət deməkdir. Yəni təyinedicilərin dildə əhəmiyyəti. Della's curiosity about historical events and sports. Deməli, Della'nın tarixi hadisələrə və idmana marağı. The significance of colorful fruits and spices in the market. Deməli, rəngarəng meyvələrin və ədviyyatların deməli marketdə əhəmiyyəti, significance əhəmiyyət deməkdir. Della's exploration of the market's offering. Exploration araşdırma deməkdir. Della'nın market təkliflərində belə deyək araşdırması. Della's interactions with merchants in the market. Interactions qarşılıqlı əlaqə deməkdir. Yəni Della'nın tacirlərlə qarşılıqlı əlaqəsi. Və dördüncü sualda true false-dur. Deməli, the merchants were discussing the importance of numeratives and determiners. Deməli, tacirlər deyir, say və təyinedicilərin vacibliyini müzakirə edirdilər. Discussing müzakirə etmək deməkdir. The first merchant who explained about numeratives and determiners was a young man. Deməli, ilk deyir, deməli, say və təyinediciləri izah edən tacir cavan idi deyir. Della realized that numeratives and determiners were relevant to language comprehension. Relevant isə uyğun deməkdir. Yəni say və təyin edicilər deyir, belə deyək, dil anlayışına uyğundur. Relevant uyğun deməkdir. İndi isə gəlin mətni dinləyək. Unit 4. Listen to the passage and answer the questions from 1 to 4. Once upon a time, there lived a curious young girl named Della. She was very interested in everything. She loved exploring the market where colorful fruits and spices were sold. One day, she overheard a conversation between two merchants discussing the importance of numeratives and determiners. Della approached them and asked for an explanation. The first merchant, an elderly man, began to narrate a tale of how numeratives like 1, 2, and 3 gave order to the world, while determiners like this, that, and this helped to clarify which things they were referring to. As Della listened intently, she realized the significance of these tiny words in understanding language and communication.
From that day on, she paid extra attention to numeratives and determinants in her conversations and writings, knowing that they held the key to unlocking the secrets of expression and comprehension. Deməli, mətni dinlədik və ilk sualın cavabı aydın oldu ki, burada Della hansı müzakirə mövzusunu eşitmişdi? About determiners and numeratives deyir orada və bizim cavabımız determiners olduğu üçün cavab B variantı. İkincidə deməli birinci deməli onlar deyir dilin vacib elementləridir. Bu deməli doğrudur. Bu doğrudur, bir düzdür. Sonra onlar yəni dillə əlaqəsi yoxdur deyir. Xeyr, bu yanlışdır. Sonra deməli they held onlar deyir dil anlayışının belə deyək açarını özündə saxlayır, əks elətdirir və buna görə bu doğrudur, orada onu deyir. Və dördüncüdə də onlar deyir yalnız, ümumiyyətlə variantlarda only olanda çox vaxt yanlış olur. Yalnız deyir deməli riyaziyyatda istifadə olunurlar. Bu da yanlışdır. Demək cavab D variantı. Mətn nə haqqındadır deyir. Və deməli mətn the importance of determiners in a language, yəni təyinləyicilərin dildə deməli vacibliyidir. Bəli, bu doğru variantdır. Dördüncü sualda, dördüncü sualın birincisində deməli nə haqqında danışırdılar? Numeratives and determiners, bəli, bu tacirlər deməli onların vacibliyi, yəni dildə olan vacibliyindən danışırlar. Ona görə bir düzdür, true. Sonra dördün ikincisində the first merchant who explained, deməli orada deyir ki elderly man deyir. Burada isə young man deyir. Buna görə bu yanlışdır. Sonra Della realized that numeratives and determinants were relevant to language comprehension. Bəli, o anladı ki onlar dilə uyğundular. Və buna görə də bu true, düzdür. Və axırıncı sualında deyir ki, Della deyir, deməli tacirlərə marketin tarixi haqqında öyrənmək üçün yaxınlaşmışdı. Bu da əlbəttə ki, yanlışdır. Deməli, növbəti sualımız qısa mətnlərdir. Qısa mətnlərdəki indi oxuyaq və açar sözlərə baxaq. Deməli, take your athletic performance to the next level with us in our sport club. Deyir öz atletik belə deyək performansını bizim deməli idman klubu ilə, idman mərkəzi ilə bir belə deyək səviyyədə qaldır. Designed with 5 innovative features. Innovative feature yenilikçi xüsusiyyətlər deməkdir. For optimal comfort, durability and performance enhancement, our training is formulated to help you exceed your limits and achieve your goals. Bu nə deməkdir? Deməli deyir ki, bizim deməli treyningimiz, yəni məşqlərimiz nə ilə dizayn olunubdur? 5 yenilikçi deməli xüsusiyyətlərlə, yəni nə üçündür bu xüsusiyyətlər? Optimal comfort, yəni optimal rahatlıq, durability ümumiyyətlə dözümlülük, davamlılıq deməkdir. Davamlılıq və performance enhancement isə inkişaf deməkdir, təkmilləşdirmə deməkdir və demək ki, təkmilləşmə və inkişaf üçün və sizin deməli exceed belə deyək, aşmaq deməkdir, sizin limitlərinizi aşmağa kömək etmək üçün və öz məqsədinizə, achieve your goals, öz məqsədlərinizə çatmaq üçün. For getting more details, call Mr. John at. Deməli, daha detallı məlumat üçün cənab Johnla əlaqə saxlayın. Burada da nömrə qeyd edir. İndi baxaq variantlara. Choose the correct variant. Doğru variantı seçməliyik. A variantında sport club offers
deməli offers private course deyir. Deməli burada özəl kurs təklif edir deyir və buna görə də A variantı yanlışdır. Mr. John offers a job in a new sport club. Yeni iş təklif edir deyir cənab John. Bu da yanlışdır. Mr. John applies for the training in club. Applies for the training, yəni belə deyək, məşqə yazılırdı deyir. Yazılır. Bu da yanlışdır. Çünki Mr. John oranın ümumiyyətlə yəni direktorudur, belə deyək. Ya da orada administratordur. Mr. John offers to visit different countries. Mr. John deməli müxtəlif ölkələri ziyarət etməyi təklif edir. Bu da yanlışdır. Deməli sport club offers to improve athletic level. Bəli, bu doğrudur. Deməli atletik yəni atletika səviyyəsini qaldırmağı təklif edir. Demək cavab E variantı düzdür. Dear women, ready to enhance your natural beauty. Dedik ki, enhance deməli yaxşılaşdırmaq, təkmilləşdirmək deməkdir, inkişaf etdirmək deməkdir. Deyir ki, əziz qadınlar, siz təbii gözəlliyinizi belə deyək də yaxşılaşdırmağa hazırsınızmı? Look no further than quantifiers beauty essentials. Yəni bu deməli gözəllik mərkəzindən başqa bir yer axtarmayın. Look no further, yəni başqa bir yer axtarmayın deməkdir. Our premium skincare and cosmetics line is formulated with 5 essential ingredients known for their cleaning, nourishing and hydrating properties. Deyir ki, bizim deməli premium skincare, yəni yüksək deməli dəriyə qulluq və kosmetik belə deyək xətlərimiz, xidmətlərimiz belə deyək 5 əsas ingrediyentlə deməli ingrediyentlə hazırlanıb. Deməli known for their cleaning, deməli öz deməli təmizləyiciliyi, nourishing qidalandırıcılığı və hydrating nəmləndiricilik deməkdir. Nəmləndirici xüsusiyyətləri ilə deməli tanınır. If you are interested, join us. Əgər sizə maraqlıdırsa, bu zaman bizə qoşulun deyir. What is the purpose of the announcement? Purpose məqsəd deməkdir. Yəni bu elanın məqsədi nədir deyir. A variantında to teach a language at the club. To teach tədris etmək deməkdir. Dil tədris etməyi deyir. Yəni bu klubda, mərkəzdə. Xeyr, yanlışdır. To serve in the field of cosmetology. To serve xidmət deməkdir. In the field of cosmetology-də kosmetologiya sahəsi deməkdir. Yəni kosmetologiya sahəsində xidmət. Bəli, bu doğrudur. To offer a job at a beauty salon, iş təklif edir deyir. Xeyr, yanlışdır. To announce a vacancy at club. Vacancy bilirsiniz ki, vakansiya, yəni iş yeridir, deməli elanıdır. Yanlışdır. Və to give information about beauty, gözəllik haqqında məlumat verir deyir. Bu da yanlışdır. Cavab B variantıdır. Növbəti sual. Attention all students. The library will be closed for renovations from Monday, April 15th to Friday, April 19th. Deməli, bütün tələbələrin deyir nəzərinə, diqqətinə, attention diqqət deməkdir. Kitabxana deməli renovations təmir işləri deməkdir. Təmir üçün birinci gün aprelin 15-dən 5-ci gün aprelin 19-na qədər bağlanacaq deyir. During this time, access to online resources will still be available. Bu vaxt ərzində online deməli resurslarımıza yəni belə deyək də əl çatan olacaqdır. Yəni giriş mümkün olacaqdır. We apologize for any inconvenience. Apologize üzr istəmək deməkdir. Biz hər hansı bir narahatçılığa görə üzr istəyirik. The library will be open on April 20th. Kitabxana deyir aprelin 20-sində açılacaq. Baxırıq. To the wrong variant. Wrong deyirsə demək ki, biz yanlış olan variantı seçməliyik. A variantı the announcement informs about library. Bəli, bu doğru variantdır.
variantdır. Ona görə bunu götürmürük. Deyir ki, elan deməli kitabxana haqqındadır. The administration apologize for disturbing. Disturbing burada narahatçılıq deməkdir və deməli apologize, yəni onlar üzr istəyirlər deyir narahatçılığa görə, düzdür. Ona görə götürmürük. The announcement informs about the renovations. Bəli, bu elan həm də deməli təmir haqqındadır. Bunu da götürmürük düz olduğu üçün. The announcement gives information to students. Bəli, tələbələrə deyir elan deyir tələbələri məlumatlandırırdı, məlumat verirdi. Bəli, bu da doğrudur, ona görə götürmürük. The announcement invites to the opening ceremony deyir. Bu yanlışdır. Çünki ceremony mərasim deməkdir deyir. Mərasim açılışına dəvət edir deyir. Bizə də yanlışı seçin dediyinə görə cavab E variantı. İndi isə deməli oxu mətnini oxuyaq. Ashabi Cave is a sanctuary in a natural cave which is located between İlan Dağı and Nahajir Mountains at 12-kilometer distance from Nakhchivan city in the Nakhchivan Autonomous Republic of Azerbaijan. Deməli deyir, Ashabi Cave haqqındadır. Ashabi Cave deyir, sanctuary ziyarətgah deməkdir. Təbii bir mağarada ziyarətgahdır, hansı ki İlan Dağı və Nahajir dağları arasında Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərindən 12 kilometr məsafədə yerləşir. Its height is 1665 meters. Onun hündürlüyü 1665 metrdir. Since ancient times, as in the previous millennia, today Ashabi Cave is considered as a secret place. Secret place yəni ziyarətgah deməkdir. Və burada deyir ki, yəni müqəddəs bir yer nəzərdə tutulur. Qədim vaxtlardan bu yana, yəni minilliklərdən, minillik deməkdir. Minilliklərdən bu günə kimi Ashabi Cave deyir, müqəddəs ziyarətgah bir yer kimi tanınır. It's not only in a republic but also in other regions of Azerbaijan and countries of the Middle East. Deməli, deyir ki, bu təkcə respublikada deyil, həmçinin Azərbaycanın digər regionlarında və Middle East, Orta Şərqin ölkələrində də tanınır. Each year thousands of people make a pilgrimage. Pilgrimage ziyarət deməkdir. To this place. Hər il minlərlə insanlar, thousands of people, minlərlə insanlar deyir buranı ziyarət edir. The natural structure of the cave as well as geographical conditions allows to say it is one of the early settlements in Azerbaijan. Deyir ki, deməli mağaranın təbii deməli quruluşu, strukturası, eləcə də coğrafi deməli şəraiti, vəziyyəti imkan verir ki, biz onu Azərbaycanın ilkin the early settlements, ilkin məskənlərindən sayaq, hesab edək. Natural shelters remind rooms. Shelters sığınacaqlar deməkdir. Təbii sığınacaqlar deyir otaqları xatırladır. There was a spring at the entrance of the cave. Spring burada bulaq deməkdir. Deyir mağaranın girişində bir deməli bulaq var idi. But later this spring was dried up. Dried up qurumaq deməkdir. Sonradan deyir bu bulaq quruyub. The restoration and construction works in Ashabi Cave were carried out in 1998. Deyir ki, dedik restoration deməli yenidən qurma, təmir deməkdir. Construction tikinti. Tikintisi və yenidən qurması Ashabi Cave'in deyir 1998-ci ildə həyata keçirilib deyir, carried out. A mosque was built, the road was laid and everything was performed for the good and proper conditions for visitors. Deməli məscid tikildi, yol salındı və deməli yaxşı və xüsusi deməli şəraitlər yaradıldı deməli ziyarətçilər üçün. Deməli ziyarətçilərin belə deyək də onlar üçün yaxşı və xüsusi şəraitlər yaradıldı. Sonra deməli 8-ci suala baxırıq. Choose the correct statements. Yəni doğru olan variantı seçin deyir.
Thousands of people make a pilgrimage to Ashab-ı Kəhf each year. Minlərlə insanlar deyir, buranı ziyarət edir. Bəli, bu doğrudur. Mətndə də keçmişdi o ki, yəni pilgrimage ziyarət deməkdir dedik. Ziyarət edir. Sonra Ashab-ı Kəhf is situated in the Naxçıvan Autonomous Republic. Naxçıvan Muxtar Respublikasında yerləşir deyir. Deməli, bəli, bu da doğrudur. The restoration works in Ashab-ı Kəhf were carried out in 2008. Xeyr, bu yanlışdır. Çünki orada deməli 998-ci ildə deyir keçirilibdir. Buna görə burada 2008-dir, yanlışdır. Ashab-ı Kəhf is known only for being a tourist attraction. Ashab-ı Kəhf deyir, yalnız turistik bir yer kimi, yəni tanınır və yaxud da ki yəni yalnız turistlərin belə deyək də diqqətini cəlb etməklə tanınır deyir. Bu da yanlışdır. Çünki ora həm də yaşayış məskəni dedi, settlement in Azərbaycan. Ona görə bu variantlar yanlışdır. Cavab 1-2. Bu da D variantı. Sonra növbəti sual dedik ki, deməli, what is the passage mainly about? Yəni, mətn nə haqqındadır? A variantında a natural care with religious importance, yəni dini, deməli, religious dini deməkdir. Dini əhəmiyyətli təbii bir mağara haqqındadır. Bəli, bu doğrudur. A popular tourist center for adventure activities, məşhur bir turistik mərkəz, deməli, macəra, belə deyək də, aktivitələri, fəaliyyətləri üçün. Xeyr, bu yanlışdır. Sonra a famous capital city in the northern part, capital city deyir. Bu da deməli paytaxt deməkdir. Məşhur bir paytaxt şəhər deyir. Yanlışdır. D variantında an ancient marketplace dating back to ancient time. Yəni deyir ki, qədim bir market yeridir deyir. Hansı ki qədimə, yəni keçmişə dayanır. Xeyr, bu da yanlışdır. A historical fortress built during recent times. Fortress burada qala deməkdir. Yəni tarixi bir qaladır deyir. Bu da yanlışdır. Deməli cavab A variantı. 10-cu sualda choose the correct answer to the question according to the passage. Doğru olan variantı seçməliyik deyir. Where is Ashab-ı Kəhf located? Harada yerləşir deyir Ashab-ı Kəhf. A variantında Caspian Sea deyir, yəni Xəzər dənizi sahilində. Buna görə A variantı yanlışdır. Sonra B variantında deməli Between İlan Dağ and Nəhəcir Mountains. Bəli, bu doğrudur. Naxçıvanda yerləşir bu dağlar arasında. In the capital city of Azerbaijan. Azərbaycanın deməli Azərbaycanın paytaxtında yerləşir deyir. Yanlışdır. In the foothills of the Kafkas Mountains. Foothill ətəkləri deməkdir. Qafqaz dağlarının ətəkləri deyir. Yanlışdır. In the north of the Karabağ region. Qarabağ regionunun şimalında yerləşir. Bu da əlbəttə ki yanlışdır. Cavab deməli burada oldu B variantı. 11-ci sualda complete the sentence deyir. Tamamlamaq lazımdır cümləni. Each year thousands of people, hər il minlərlə insan, deməli, apply to get a weekly job at this temple, deməli, temple məbəd deməkdir. Bu məbəddə deyir, həftəlik iş, belə deyək də, həftəlik iş üçün gəlirlər. Yanlışdır. Make a visit to this place. Bu yerə deməli, yeri ziyarət edirdilər. Bəli, bu doğrudur. Take part in the music festivity, musiqi festivalında iştirak edirlər. Yanlışdır və come and see this the place as visitors. Buraya demək ziyarətçi kimi həm baxmağa gəlir, yəni ziyarətçi kimi belə deyək, buranı görməyə gəlirlər. Bu da doğrudur. Cavab 2-4 C variantı. Which statements are false? Are false deyirsə, deməli bir neçə yanlış variantı seçməliyik. Deməli, the elevation of Ashab-ı Kəhf is 1500 meters. Bu əlbəttə ki yanlışdır, çünki onun hündürlüyü 1665 metr idi. Ona görə biri götürürük, çünki bizdən burada yanlış variant istəyir. Elevation yüksəklik deməkdir. The spring at the entrance was restored nowadays. Bugünkü günümüzdə deyir bu
bulaq deməli təmir edilibdi. Yanlışdır. Ona görə 1-2-ni götürürük. Restoration works in Əsəbi Kəhf were carried out in. Bu düz variantdır. Ona görə bunu götürmürük. Və Əsəbi Kəhf is sacred place in a natural cave. Bu da doğru variantdır. Buna görə cavabımız 1-2. İndi isə keçirik qrammatika suallarına. Deməli, 13-cü sualda bizə burada cümlə qurmağı deyir, make up a sentence. İlk öncə onu bilmək lazımdır ki, ingilis dilində cümlə quruluşu, yəni sadə cümləni nəzərdə tuturam ki, mübtədə xəbər gəlməlidir və sonra tamamlıq və zərf gələ bilər. Ehtiyac varsa. İndi burada baxırıq ki, burada mübtədə kimi 2-ni götürürük və xəbər kimi participated 4-ü götürürük. Buna görə də variantlarda 2-4 gəlməlidir. Deməli, baxırıq ki, variantında bu yoxdur. Digər variantlarda var. Elə başlayaq A variantından. Deməli, all the students, sonra the students, bəli, doğru gəlir. Çünki all'dan sonra deməli arada təyinici artikellə isim gəlib. Bəli, bu doğrudur. All the students in the class. The students in the class bir növ ifadədir. Uşaqlar ona görə, yəni sinifdəki tələbələr nəzərdə tutulur. Bir yerdə deməli gəlir. Sonra xəbər gəlir. Participated doğrudur. In the science experiments. Bəli, cavab A variantıdır. A variantı doğrudur. Deyir ki, sinifin bütün tələbələri deməli elmi təcrübədə iştirak etdilər. 14-cü sualda you are capable enough to do such a difficult task. Burada doğru variant seçməliyik. Bu sual aiddir short answers, bildiyiniz kimi qısa cavablar olan bölməyə. Baxırıq ki, buradakı deməli cümlə təsdiqdədir. Buna görə də biz inkarla işlənən qısa cavabları çıxırıq. Yəni neyzə çıxırıq, eyzəni çıxırıq variantlardan. Sonra so ümumiyyətlə inkarla işlənməz, yanlışdır və neyzəni yenə də çıxırıq və qalır bir dənə cavab D variantı. So deməli təsdiq cümlə ilə işlənir. 15-ci sualda choose the correct variant deyir. Doğru variant seçməliyik. Burada kəmət bildirən sözləri verib. Baxırıq ki, nöqtələrdən sonra gələn deməli isim sayıla bilən isimdir. Buna görə də match-ı çıxırıq. Only little ümumiyyətlə doğru işləməyib. Only-dən sonra deməli artikellə olanlar gəlməlidir. Həm də little olmaz. A lot ümumiyyətlə isimlə işlənmir. Ona görə onu çıxırıq. Burada yenə only few yazılıb. Yanlışdır çünki deməli only-dən sonra dedik artikellə olanlar işlənməlidir. Buna görə də cavab qalır bir dənə B variantı. Sonra match the words to their definitions. Burada deməli sözlərin mənaları ilə birləşdirməliyik. Baxırıq deməli little az deməkdir. A few biraz deməkdir və all bütöv hamısı deməkdir. Variantlara baxırıq. Bizə burada indi tam cümləni başa düşməsəniz də uşaqlar, açar sözlərdən həmişə istifadə edin. Baxırıq ki, little bilirik, sayıla bilməyən isimlərlə işlənir və burada həmən nə gəlibdir? Uncountable nouns B variantında. Deməli, bir B olmalıdır. Small amount or quantity often used for uncountable nouns. Yəni, bu deməli kiçik bir yəni az bir belə deyək kəmiyyət nəzərdə tutulur ki, hansı ki tez-tez sayılmayan isimlərlə işlənir. Bəli, bir B olanda digər variantları çıxaq, qalsın yerdə A və D variantı. Baxırıq ki, sonra hansı sözü görə bilərik. Baxın, the whole yazılıb bura C variantında. The whole bütöv deməkdir, bütün deməkdir. Ona görə 3-ə uyğun gəlir all. Dedik, bütöv hamısı deməkdir. Buna görə də 3C-dirsə D variantında çıxırıq. Cavab qalır A variantı.
17-ci sualda who has to make list for the course? Deməli, burada bizə doğru variantı seçməyi deyir. Baxırıq ki, cümlədə nə var? Has to var. Has to bilirik ki, modal feildir və have to, has to-nun ümumiyyətlə sual və inkarı həmişə inkarının cavabı sualı və inkarı həmişə dudazla düzəlməlidir. Yəni biz nə sualda, nə inkarda have, has yaza bilmərik. Baxırıq ki, does bir dənə A variantında var. Digər variantlarda had, sonra have var. Sonra keçmiş zamanda did var. Buna görə olmaz. Had yenə keçmiş zamanda. Buna görə bir dənə A variantı doğru variant qalır. Sonra 18-ci sualda students have learned. Burada deməli kəmiyyət bildirən sözlər və əvəzlik yazmalıyıq. Baxırıq indi nöqtələrdən sonra bizə nə verib? Students cəm isim verib. Sayıla bilən isim verib. Demək ki, match olan variantı çıxırıq. Sonra nə görürük? İkinci tərəfə baxırıq ki, ikinci tərəfdə the chance yazıb. The chance, yəni burada the article-la gəlib və buna görə də few, eyni həmişə ismi deməli təyin edicisiz götürür. Yəni arada article olmamalıdır. Few chance olardı, eyni chance olardı. Buna görə də o variantları götürə bilmirik. Həmçinin non də onun kimi deməli cavab qalır bir dənə A variantı. Sonra növbəti sual 19-cu sualda doğru variantı seçməyimizi istəyir. Baxırıq ki, A variantında deməli nə var? A variantında has got, demək, Kevin's son has got a little books to read. Burada yanlış olan nədir? Baxın, little və books. Little bilirik ki, sayıla bilməyən isimlərlə işlənir və books isə sayıla bilən və cəmdə verilib. Demək ki, A variantı yanlışdır. The old man began walking after a few days rest. Baxırıq ki, burada nə var? Few-dan sonra gələn isim cəmdə olmalıdır. Days isə təkdədir. Yanlışdır. Yəni cəmdə olması üçün sonra apostrof olmalıydı. They'll come back after a few weeks holiday. Burada deməli few-dan sonra week cəmlənib. Bəli, bu doğru variantdır. Sonra it's only little miles. Burada little sayıla bilməyən isimlə işlənir. Miles isə sayıla bilən isimdir. Yanlışdır. Və axırıncı variantda few fresh fruit deyir. Baxın, few sayıla bilən isimlə işlənir. Fruit isə sayıla bilməyən isimdir. Buna görə E variantı da yanlışdır. Cavab qalır C variantı. 20-ci sualda bizdən nə istəyir? Burada uzlaşmadır. Zamanların uzlaşmasıdır. Cümləyə baxırıq, nə görürük? Deməli, if var cümlədə bağlayıcı. If olan cümlələrdə də bilirik ki, if olan tərəfdə əgər indiki zaman verilibsə, indiki zaman olduğunu nədən bilirik? Follows, baxın, sonra esli feil gəlib. Demək ki, indiki, yəni present simple'dır. Varsa, demək ki, cümlənin ikinci tərəfi gələcək zamanda ya da indiki zamanda olmalıdır. Baxırıq ki, A variantında baxın wouldn't verib. Wouldn't ümumiyyətlə keçmişə nəzərən gələcək zamanda. Buna görə yanlışdır. C variantında da həmçinin. Buna görə A və C yanlışdır. Sonra baxırıq B, D, E variantlarına. B variantında nə çatmır? Baxın, will yazmağımız üçün bizim burada will be olmalıydı ya da will'dən sonra bir əsas feil olmalıydı. Amma burada able var. Will be able olmalıydı. Will be able. Yəni able'ın will'dən sonra be olmalıydı. Will ilə able arasında. Buna görə B variantı yanlışdır. İndi baxırıq D və E variantları doğrudur quruluşca. Yəni baxın will be able, won't be able yazıb. Hər ikisi quruluşca doğrudur. Əgər belə hallarda uşaqlar biz baxmalıyıq cümlənin mənasına. Mənaca hansı uyğun gəlir? If she followed the doctor's advice, əgər o həkimin məsləhətini dinləyərsə, əməl edərsə məsləhətinə, she deməli will be able to skate again. Yəni burada cümləni təsdiqdə istəyir mənaca. O deməli yenidən konki sürə bilər deyir. Ona görə cavab D variantı.
21-ci sualda deməli you never work on Saturdays. Burada da qısa deməli cavablara aid bir sualdır. Baxırıq cümləyə ki, never var burada. Never nəyi bildirir? İnkarlıq bildirir. Demək ki, cümlə inkarda verilib. Cümlə inkarda verilibsə biz təsdiqdə işlənənləri çıxmalıyıq. Bunlar da hansılardır? So-dur. 2-də olan sonu çıxmalıyıq və also da ümumiyyətlə inkarda işlənməz. Demək ki, 1-də neyzə var, düzdür. 4-cüdə isə but var. Baxın, biz bilirik ki, butla olan cümlələrin bir tərəfi əgər inkardadırsa, digər tərəfi təsdiqdə olmalıdır. I do təsdiqdədir və demək ki, doğrudur. 1 və 4 doğru variantdır. Cavab A variantı. 22-ci sualda choose the synonym of the underlined word. Burada nə istəyir? Altdan xətt çəkilmiş sözün sinonimini istəyir. Bu da a lot of-dur. They have a lot of folk songs in their newest album. Deməli, folk songs uşaqlar belə deyək də xalq mahnılarıdır. Onların yeni albomlarında, ən yeni albomlarında çoxlu xalq mahnıları var deyir. A lot of çox deməkdir. Baxırıq A variantına very few az deməkdir. Çox az mənasını, a little biraz deməkdir. A lotdan sonra ümumiyyətlə isim işlənməz, sinonim ola bilməz o. Çünki o belə deyək, a lot zərf kimi feildən sonra işlənər. Ona görə götürə bilmirik və very little da çox az deməkdir. Yenə cavab qalır bir dənə lots of E variantı. 23-cü sualda deməli, burada baxırıq zeyirlə başlayan cümlə verib və baxırıq ki, little time zeyirdən sonra gələn deməli isim sayıla bilməyən isimdir. Buna görə də biz tək xəbərləri götürməliyik, cəmləri çıxırıq və baxırıq yerdə nə qalır? Qalır will. Məsələn, zeyirlə olan cümlələrdə biz yalnız will yaza bilmərik. Bunun yanında will be olmalıydı, be yoxdur. Ona görə B-ni də çıxırıq. D variantına baxırıq ki, zeyirlə olan cümlələrdə yenə yalnız has yaza bilmərik. Has been olmalıydı. Buna görə D variantı da yanlışdır. Cavab A variantı qalır. Sonra deməli 24-cü sualda deməli it's that I've been to Xankəndi. Baxırıq variantlara ki, burada bizdən sayların düzgün işlənməsini istəyir. A variantında the three time yanlışdır. Çünki Z artikli sıra sayları ilə işlənir. Three isə miqdar sayıdır. The third times, baxın burada third sıra sayı gəlib Z ilə. Bu düzdür, amma sonradan gələn isim var times. Times cəmdə olmamalıydı, tək olmalıydı. Ona görə B yanlışdır. C variantında the third time, bəli, belə olmalıydı variant. Ona görə C variantı doğrudur. Sıra sayı third və time təkdə. D variantında the three times yenə miqdar sayı ilə Z artikli işlədir. Buna görə D variantı yanlışdır. Five time ümumiyyətlə yanlışdır. Çünki time sayıla bilməyən isimdir. Qarşısında rəqəm işlənməz və rəqəmin qarşısında da E artikli verir. Buna görə yanlışdır. Cavab C variantı. 25-ci sualda bizdən choose the correct pairs of antonyms, antonimləri istəyir. Baxırıq ki, birinci sözdə few limited, hər ikisi az deməkdir. Buna görə bunlar sinonimdir, antonim deyil. Little plenty, bəli, 2 düzdür. Çünki little az, plenty çox deməkdir. Little not much, hər ikisi az deməkdir. Buna görə 3 də yanlışdır. All, none, all hamısı deməkdir. Bilirik ki, none isə heç biri deməkdir. Ona görə 2, 4 də götürürük və bir də qalır both, neither. Both ikisi, neither isə ikisindən heç biri deməkdir. Buna görə də bu da deməli doğrudur. Cavab 2, 4, 5. Deməli, axırıncı, sonuncu sualımız, uşaqlar bilirsiniz ki, ən az 35 sözdən ibarət bir esse olmalıdır. Yəni, şəkil üzrə esse yazmalısınız, kiçik bir mətin yazmalısınız və bu qədər.